Topu yan xətdən çıxarırlar. Mahir Şükürov. Cərimə meydançasına doğru ötürmə. Qapıya doğru zərbə və gol! Vaqif Cavadov görüşün 25-ci dəqiqəsində hesab açır. Cərimə meydançasına doğru ötürməni başla Vaqif Cavadov qapıya göndərdi və hesab açır. Çexiya 0, Azərbaycan 1. Qələbələr qazanır, lakin son aylarda məhz bir qədər əvvəl top qapıdan keçir, gol! 89-cu dəqiqə futbolçularımız ikinci qolu vururlar. Heç kimin gözləmədiyi halda ikinci top Çexiya komandasının qapısından keçir. Bəli, biz ilk vurulan qolu, bu hesabı qoruyub saxlamağı düşünürdük. Lakin Azərbaycan komandası ikinci qolu vurur. Vaqif Cavadovun ötürməsi və səhv etmirəmsə bu epizodda Ruslan Abuşov topa toxunur. Ruslan Abuşovun toxunmasından sonra futbolçularımız ikinci qol vururlar.